Görüntüsü vardı. Kısa bir görüntü göndermişti bize 055 824 9009 nömrəsinə. Bu görüntüde onun ifasından çok mimikalar mənim xoşuma geldi açığı. O kadar belə ürəklə, emosiyalarla ifa elədi ki, dedim yox, onu dəvət etmək lazımdır. Alqışlayaq ürəkdən. Bəranə gəldi mi qohumları Samir? Bəli, Zaur bəy, Samir Əsədlinin anası və əmisi yanımdadır. Samir Əsədlinin 15 yaşı var. Musiqi təhsil alır. Əslən Biləsuvar rayonundandılar, Bakıda yaşayırlar. Üzr istəyirəm, amma burada Biləsuvar yazıb. Yardımlı rayonundandılar. O da Azərbaycanımızda, nə fərqi var ki? Təbii ki. Deməli, Zaur bəy, bu uşaqların qəribə bir xüsusiyyəti var. 5-6 yaşlarından onun əkiz qardaşı var, Samirin, Samik. Və bu uşaqlar muğama xüsusi sevgi bəsləyiblər, muğam dinləyiblər, tarifasını dinləyiblər və mən istəyirəm anasından soruşuram ki, adətən bu yaşda uşaqlar cizgi filmə baxırlar, şam musiqi dinləyirlər. Bu necə? Təranə, sən niyə bütün sualları analara verirsən ki? Atalar niye danışdırmısan? Düşmənçiliyin mi var atalarına? Zaur bəy, təəssüf ki, ataları ona əvvəl dünyasını dəyişib. Allah rəhmət eləsin. Əmisidir. Bəli, anası xahiş elədi ki, qoy hiss eləməsinlər boşluğu. Əmi elə ata vəzə eləşsin. Allah canlarını sağ eləsin. Üzüldüm, üzr istəyirəm. Və əmi ilə də danış. Bir kişi xeylaqlarına da yer ver orada. Salamlayıram hər birinizə. Bizim əziyyətimizi çəkən hər bir kəsə TV kanalı Zaur bəy sizi salamlayıram. Efir arxasından yüzləri görsənməyən hər bir kəs salamlayıram, zəhmət çəkənləri. Hal-hazırda yardımlıda mı yaşayırsınız? Yox, biz burada yaşayırıq, əslimiz yardımlıdandır. Aha. Yəni bütün yardımlı əhli ekran başındadır ki, görək bugün nə baş verəcək. Babası, babaları, nənələri yardımdan bu dəqiqə baxırlar bizə, izləyirlər. Kimlərdir, adlarını çəkək? Qızansə nənəsi, Cığali babası, Məşallah babası, Günlaz nənəsi. Eşq olsun. Nənələr, babalar, öpürəm əllərinizdən buradan. Öpürəm. İndi anaya sözü verə bilərik. Təşəkkür edirəm. Ya bax indi bayaqki sualım yarımçıq qaldı ki, nədəndir bu sevgi? Ailədə olub mu yəni belə muğam ifaçısı? Belə tanınmışıq, amma mən öz tərəfim babam Zurna Balaban rəhmətə gedib Zurna Balaban ifaçısı olub. Nəcəf Nəcəfov. Qarla gəlib sevgi. Elə başa düşürük biz. Zaur bəy, bu uşaqda, bu Samirdə o qədər qəribə bir sevgi var ki, deməli Tara. Bu uşaq 2012-ci ildə müsabiqəyə gedəndə səhər-səhər əli kəsilib təsadüfən və bunu aparıblar xəstəxanaya. Əli sarıqlı, 8-9 tikişlə bərabər tikişli tələb edib ki, məni aparın müsabiqə, mən gedib orada tarifə eləməliyəm. Və belə də ifa etdin. Bəli, belə də müsabiqədə iştirak edib, mən özüm təəccüb qaldım. İstərdim onun ifasını işlə. Çox istəmək lazımdır, sevmək lazımdır. Əlbəttə. Vallahi billahi, Allah onları əskik eləməsin. Heç kimi, hamısının qoy belə, necə deyim, evində... Yəni gələcəyə hazırlaşan nənə kimi həyəcan basıb sizi deyəsən, nənələri çox istəmək lazımdır. Allah nəsib eləsin. Təranə, fikrin yarımçıq qaldı, buyur. İndi demək istəyirəm ki, Zaur bəy, mən məsələn onu dinləmək istəyirəm ki, bu qədər sevgi. Bəli. Dinləyək.
13 yaşında uşağın ürəyinə bax sən. 13 yaşı var bunun. Tamaşaçılarımız belə ağladılar. Sen gelin bir şey okuma. Sensiz aşık benim hoş güzelim yoktur. Sen ki yoksa benim cisminde canım yoktur. Eşkı pervanesiyim, kamadına tabim var. Kaslar bülbül kimin, öyleyse fenalim Teşekkür. Məncə kifayətdir. Məncə kifayətdir. Alqışlayaq onu ürəkdən. Al mikrofonu hələ. Al. 13 yaşın var sənin. Ha. 15 yaşım var. 15. Olsun 15. Maşallah olsun. Hardandır səndə bu qədər ürək, bu qədər sevgi, bu qədər tarı yanğı ilə ifa eləmək? Hardandır? Mən musiqiyə sevgimdəndir. Mən musiqiyi çox sevirəm. Ada sənə də qurban olum mən. O musiqiyə olan sevginə də qurban olum mən. Var ol. Samir, gel bura. Bəsti xanımı çox kövrətdin. Gel bura. Allah yollarını açık. Ya Allah yollarını açıq eləsin. Gəl Samir yerim. Mən baxıram bu arıq cılız canı ilə o bu boyda musiqini o balaca ürəyinə necə Bir yerləşdirir. də Qərənfil çox böyük bir əsər. Böyük bir əsər. Gözəl, Necə gözəl çox ifadə. gözəl. Valla. Elza xanım siz bəyəndinizmi? Var mikrofonunuz var. Mikrofon var. Bu yaşta bu ifanı bəyənməmək günah olardı. Zaur. Əhsən, Maşallah. bu yaşda hər uşaq deyərdik də. Yəni Təbii, bunun uşaq yaşına yaşıdır. baxdım ki, bu musiqini özdə elə bir əsərdir ki, bunu çaldığı Qərənfil. Bunu gərək Vasıfat gözəl bir Bəli. əsəridir. Çox gözəl elə bir əsər. yaş müddəti olsun ki, onu ifa edə bilsin. Əhsən, çox hoşuma gəldi. Qısaca fikrinizi bildirin. Əksən yaxşı. Mən fikrimdən oxumaqla bildirdim də. Ya, təbii ki, o adamı yəni təbrik edir, sağ Elnur elə olsun. öz oxumağı ilə bildirdi ki, Nə demək? Yəni, Elnara. yəqin ki, müəllimi var. Çünki Sağ olsun müəllim. Təşəkkür bildirəm mən bu sənət öyrətdiyi üçün müəllimimə. Elə bu əsərdə o qədər əziyyət çəkir müəllimimə. Adı nədir müəlliminin? Zamin Rızayev. Zamin Rızayev. Mən buradan təşəkkür eləyirəm. sağ olsun. Mən minnətdarlığımı bildirirəm. Elnara. Müəllimlərimizin haqqı
əməyi üzərimizdə çox böyükdür. Mən fürsətdən istifadə edirəm. Qələmin də müəlliminə öz təşəkkürümü bildirirəm buradan. Bu cavan oğlanın da, Samirin də müəlliminə təşəkkürümü bildirirəm. Həqiqətən də hər ikisi üçün onu deyə bilərəm ki, gələcəkləri çox parlaqdır. İndidən çox virtuoz ifaçıdırlar. Hər ikisi öz göstərirlər. Yəni ki, baza var, hər şey var, musiqi duyumu var, eşitmə var. İnşallah ki, bunu inkişaf elətdirməkdə onların öz əllərindən. Eşq olsun. Xallarınızı görək. 10. Elnur o sıfırın dairəsini elə ürəklə çəkdi ki, belə. 10 gəldi Bəsti xanımdan da, Elnur bəydən də və Elza xanımdan da 10 gəldi. Səni alqışlarla gözləmə otağına, Anangilin yanına yola salam, mikrofonu qoy. Kaç. Ama mükəmməldir uşağın ifası, doğrudan. Bu yaşa görə bu ürəklə çox qəşəngdir. Allah. Gözyaşın kaldıysa Allah benimle. Bence onun atasının ruhu bugün çok şad oldu burada. Vurdu be usta. Gözyaşın kaldıysa Allah benimle. Dostum bildiklerim vurdu be usta. Kimseler halim sormadı, eyvahsız günüm olmadı. Tükendim bir şey kalmadı. Zaur Bey, Bəli. deyirəm maşallah nə gözəl gündür maşallah. Bütün vadinə həyəcanlı gəlirlər, gülə-gülə, sevinə-sevinə gedirlər. Tabii. Sen de kövrəldin Tərənə. Çox kövrəldim Zaur Bey. İndi Derdimi dinle, canım dediklerim yordu be usta. Gözyaşın kaldıysa Allah. Dedim ki, ay Allah, keçən dəfə bir valideyn incidi də məndən ki, mən niyə görə o uşağa az fal vermədim. 9 fal verdim, bu da çox gözəl bir göstəricidir. Mən yəni ona da 10 versəydim, sonradan o gözəl, yəni mən Samir kimilərə nə qiymət verməliyəm, onu ona verdimsə, bilirsən, bunları fikirləşmək lazımdır, məntiqlə fikirləşmək lazımdır. İndi mən necə bu uşağa mən 8 və yaxud başqa bir qiymət verim? Çünki ona layiqdir o. Çok duygusal anlar yaşadık. Hal-hazırda gözleme otağında da burada da hamımızı kövrəltdi. Samir'in ifası da, valideynlərinin olan o gözəl sevinç gözyaşları da. İstəyərdim növbəti dostumuzu da dəvət eləyək. Bu Əlidir. Əlinin də qohum əqrabalarını. Tərənə bugün bir təhər olacaq gözleme otağında, hə Tərənə? Bəli Zaur Bey, vallahi. Onlarla sevinirik, onlarla gülürük, onlarla ağlayırıq. Tək həmişə sevinç gözyaşlar olsun. Zaur Bey, indi bir Əli Cabbarov gəlir, yəni növbəti iştirakçımız, bu muğam ifaçısıdır, 18 yaşı var. Deməli, bugün Əli üçün, yəqin ki, onun yaddaşında bu 2 qat bayram kimi qalacaq, çünki bugün bu gəncin ad günüdür.